Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhdlə təqsirləndirilən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib. Araz Səmədov ifadəsində bildirib ki, zərər çəkən Babək Uğurlu onun yaxın qohumu olub. Təqsirləndirilənin dediyinə görə hadisə 2025-ci ilin sentyabrında Bakının Əmircan qəsəbəsində baş verib. Həmin gün Araz bacısının otağına girərkən Babəki bacısının yanında görüb və hiddətlənib. Buna görə də mətbəxdən bıçağı götürərək onun üzərinə cumub və bıçaqla xəsarətlər yetirib. Təqsirləndirilən ifadəsi zamanı mason, cin, şeytan kimi təriqət və gözü görünməz varlıqların adını çəkərək güya hər bir məlumatı onların vasitəsilə aldığını deyib. Zərər çəkən 30 yaşlı Babək Uğurlu isə məhkəmədəki ifadəsi zamanı Arazın bacısı ilə nişanlı olduğunu deyib. Onun sözlərinə görə evlənmək üçün qızın 18 yaşını gözləyirlərmiş. Həmin gündə gecə saat 2-də qızla onların evində söhbət edirmiş. Babək bildirib ki, qız ondan küsübmüş və buna görə onun könlünü almaq istəyirmiş. Bu zaman Araz içəri daxil olaraq sən cinsən, şeytansan deyə Babəkin üstünə cumub. Babək qeyd edib ki, hadisə zamanı nişanlısı da yaralanıb. Növbəti proses aprelin 7-sinə təyin edilib. Araz Səmədova qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.